Salam əziz dostlar. Biz bugün video çəkirik. Videonu yalnız Brawl Stars'a baxanlar, Brawl Stars'ı izləyənlər, Brawl Stars ilə əlaqəsi olanlar izləyə bilər. Çünki Brawl Stars'a aid suallar verəcəyik. Çox maraqlı keçə bilər. Siz də yorumlarda cavabları qeyd edin. 3, 2, 1, videoya başlayırıq. Suallara hazırsan Kənan? Birinci sualımızla başlayırıq. Brawl Plus'ta indi kimin kostümü var? Siz de yorumlarda yazın. Cevabım var yoksa yoktur. Piper. Doğrudur. Siz de Piper yazmışsınızsa doğru cevaptır. İkinci suala geçirik. 8 seviyeli Nita güçlüdür yoksa 11 seviyeli Brock? Yorumlarda yazın. Doğrudur. 3. 2022 ildə hansı karakter ücretsiz verildi? Yorumlarda yazın. Çaşdırıcı bir sualdır. Cevap Edgar. Düzdür. Edgar yazanlar doğrudur. 4. Menzilinin uzunluğu nedir? Yorumlarda yazın. Biraz çaşdırıcı sualdır. Orta. Orta yazmışsınızsa yanlış cevap verirsiniz. Çünkü cevabımız uzun muydu? 5. sualımızla devam edirik. 8 bitin tabancasının, yani vuran tabancası var ya, onun üstünde ne yazılır? Çok dikkatli olanlar yalnız bunun cevabını bilebilir. Cevabım Peki. Peki yazanlar doğrudur. 6. sualla devam edirik. 12 sualın 6.sındayıq. Finks'in hansı aksesuarında 3 saniye əvvələ qayıdır? Aksesuar adlarını bilənlər bunu bilə bilər. Cevabım var. Geleceğe dönür. Yanlış. Keçmişe yolculuk. Tam yanlış cevap verdim. 12. sualın 7. sualı ile karşınızdayım. Bo'nun oxları saxlayan yerində neçə ox olur? 4. 4 yazanlar doğru yazıb. 2 çox çətin sualdır. Pizza etkinliyi neçənci ildə, neçənci ayda, neçənci gündə gəldi? Çox çətin sualdır. Siz də yorumlarda yazın. Cevabım var. İl 2025 onu bilirəm. Bu doğrudur. Ay birinci ay. Bu da doğrudur. Ayın. Ayın ikisi. Yani 2025-ci ildə 1-ci ayda ayın ikisi. Doğru cevapdır. Keçdik. 9. sualdayıq. Piper gizemlidir yoksa Frank? Frank. Doğrudur. O hansı işarədir ki, bütün karakterlerde var. Bunu yalnız dikkatli olanlar bilə bilər. Dikkatli olmayanlar da bilə bilər. Çünkü baxan kimi bütün karakterlerde var. X. Doğrudur, Darks'tır. 5 ya da 5. 11. Kaptan Krog'da yerdə neçə dənə atışı olur zəhəri? Olur. 3. Doğrudur. 3 yazanlar doğru cevap verib. 6. Yani 12. sual. 2 qatının 2'ye bölməsini deyirəm. En yeni gələn karakter kimdir? Çox çaşdırıcı sualdır. Bəziləri başqa bir cavab yazıblar. Var mı yok mu? Var. Nədir? Oli. Oli yazanlar yanlış cevap yazıb. Cevabımız Jo Young'dır. Bugünkü videomuz bu kadar. Ama size bir təklifim var. Kenan, get bir dənə gətir. Bu təklif çok güzel bir təklif ola bilər. Təklifdə çox gözəl bir şeyler olacaq. Eğer bunlardan heç birini eləməsəz, fikirsiz qalacaq. Gel Kenan. Gəlirəm. Baxın şəkilə. Buradakı bu biri bunlardan daha yaxşıdırsa, like atacaqsınız. Yox, bu 5'i bundan daha yaxşıdırsa, abone olacaqsınız. Bir də 2 məktub var. Əgər 20 like gəlsə, məktub açılacaq.
Yəni çoxunuz bunu sevməlisiniz ki, həm də məktub açılsın. Məktubun içində pis xəbər də ola bilər, yaxşı da xəbər də ola bilər. Bugünkü videomuz bu qədər. Sağ olun, görüşənədək.